Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisində buyurur ki, "Fəvallahi lən yehdiyallahu bikə raculan vahidən xeyrun ləkə min humurin na'am." Allaha and olsun ki, sənin əlinlə bir nəfərin hidayət olunması qırmızı dəvə sürüsündən daha xeyirlidir. Yəni, dünya malı nə qədər çox olsa belə, nə qədər var-dövlət olsa belə, ondan daha xeyirlidir. Bir nəfərin sənin əlinlə hidayət olunması, doğru yola yönəlməsi. Çünki başqa hədisdə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Mən dəllə alə xeyrin fəhuvə kəfəilihi." Kim bir xeyrə yönəldərsə, onu etmiş savabı yazılır. Başqa hədisdə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Allah o kəsin üzün ağ eləsin, onu islah eləsin, onun həyatını gözəlləşdirsin o kəsin ki, o mənim hədisimi eşitir, bir sözümü eşitir, onu əzbərləyir və eşitdiyi kimi insanlara çatdırır.